Qaçaq Nəbi öldükdən sonra Həcərin erməni ilə evləndiyini bilirsiniz? Həcər özü Nəbinin 40'ı çıxmamış bir erməni yerə gedib. Yəni bu bir ideal ola bilməz. Bu iddiaların əslində hamısı yalandır və bu xəbərlər əslində Sovet dövründə 70-ci illərdə ortaya çıxıb. Nəbinin həyatını ən yaxşı araşdıran Bəhlul Behçət 70-ə yaxın arxiv sənədindən istifadə edərək apardığı araşdırmaları ilə qeyd edir ki, Həcər yalnız qonşusu Həmzə ilə ailə qurub. Nəbinin kötücəsi Həcər Əkbərova isə məsələni belə açıqlayır. Əslində Nəbi ilə Həcərin 3 uşağı var idi: Əhməd, Xəlil və Zeynəb. Nəbi öldükdən sonra onun düşmənləri uşaqlarını axtarmağa başlayır. Bu səbəbdən Həcər Nəbidən övladı olmadığı şayiəsini yayır və kənd əhalisini yığaraq qardaş dediyi Həmzə adlı axıl bir kişi ilə yalandan evlənir. Bunun səbəbi isə Nəbinin uşaqlarını gizlətmək idi. Çünki onları həmin vaxt Çar hökuməti də izləyir və axtarırdı. Yəni Həcər Nəbidən sonra da qəhrəman kimi davranaraq Nəbinin nəslini qoruyur.